İllik 75 min dollar qazandıqdan sonra nə qədər çox pul qazansan da bu səni xoşbəxt etməyəcək. Bunu mən demirəm. Princeton Universitetindən Daniel Kahneman və Angus Deaton deyir. Bəs pul qazanmaq insanı daha çox xoşbəxt edir, yoxsa onu xərcləmək? Pul qazanmaq təkcə cibi doldurmur, həm də özünə inamı artırır və arzularımıza çatmağa yardım edir. İnsan pul qazandıqca daha çox qazanmaq istəyir. Nəticədə beyin dopamin ifraz edir və insan qazanc hissinə asılı hala gəlir. Mən hələ ki böyük pullar qazanmamışam, ona görə də bu hissi tam bilmirəm. Bəlkə sən necə bir hiss olduğunu bilirsən, şərhlərdə yaz. Bəs pulu xərcləmək necə? Harvard Universitetinə görə başqalarına pul xərcləyən insanlar özlərini daha xoşbəxt hiss edirlər. Kiməsə hədiyyə almaq, yardım etmək bahalı bir şey almaqdan daha uzun müddətli xoşbəxtlik gətirir. Araşdırmalar göstərir ki, xoşbəxt olmaq üçün pulu maddi şeylərə yox, təcrübələrə xərcləmək lazımdır. Səyahətlər, yeni hobbilər, unudulmaz anlar və s. Çünki bahalı bir əşya almaq sənə sadəcə qısa müddətli xoşbəxtlik verir, amma təcrübələr daim səninlə qalır. Nəticə: pul qazanmaq müəyyən həddə qədər insanı xoşbəxt edir, amma həddən artıq pul hirsi insanın xoşbəxtliyinə son qoyur. Ən yaxşısı alimlərin dediyi kimi illik 75 min dollar üstəgəl sevdiyin iş bərabərdir xoşbəxtlik. Səni daha çox nə xoşbəxt edir? Pul qazanmaq yoxsa onu xərcləmək? Şərhlərdə gözləyirəm. Bu haqda fikrini yaz. Çox maraqlıdır.